Bu gün sizə hər kəsin marağını çəkəcək güclü və keyfiyyətli səsə malik daşına bilir kolonka göstərəcəm. İzləməyə dəyər. Bəli, sürətli şəkildə qutunun içindən nələr çıxır, onları göstərim. Daha sonra keçək digər funksiyalara. Gördüyünüz kimi qutunun içindən bu formada bir ədəd 9 volt 1.5 amperlik adapter çıxır. Bununla cihazı şarj edirik. İndi bunu göstərəcəm. Bundan əlavə də bir mikrofon çıxır. Yəni Bluetooth mikrofondur. Uzaqdan bizim səsimizi götürür. Bunu mən buraya əlavə etmişəm. Əslində bu çıxmır içindən. Bu əlimdə var idi. Ona görə bunu göstərdim. İndi onu da tam şəkildə göstərəcəm. Yəni qutu tam əlimdə deyil. Ona görə də bunu göstərə bilmirəm mən sizlərə. Əlavə olaraq da bir ədəd uzaqdan idarə etmək üçün pult çıxır. Bu da az öncə qeyd etdiyim kimi qutu əlimdə olmadığına görə bunu mən sizə göstərə bilmirəm. Qısaca onu deyim ki, bunu mən məsciddən almışam. Yəni video çəkmək üçün məscid axundundan almışam. Allah axundun da köməyi olsun ki, bunu mənə verdi ki, bunun videosunu çəkim. Nəysə, gəlin indi keçək. Gəlin indi ümumi baxışa keçək və kolonkanın üzərində nələr və hansı funksiyalar var, onları göstərim sizə. Bəli, gördüyünüz kimi kolonka buradadır, qarşınızdadır hal-hazırda. Bunun indi üstündə hansı funksiyalar və nələr var, onları göstərəcəm. Gördüyünüz kimi böyük bir dinamik var burada. Burada da kiçik bir tweeter var. İndi sürətli şəkildə mən bunları göstərim. Elə yenə az öncə qeyd etdiyim kimi böyük bir 2000 wattlıq böyük bir dinamik var. Daha sonra ilə burada da kiçik bir 20 wattlıq tweeter var. Bunları indi geniş ətraflı şəkildə göstərəcəm. Bunların onsuz nə işə yaradığını bəziləriniz bilir. Köhnə videolarımda da bunlar haqqında məlumat vermişdim. Burada ön panel var. Ön panel üzərində hər cürə funksiya var. İndi ön panel üçün ayrı bir plan qurmuşam. Onu ətraflı geniş şəkildə göstərəcəm. Daha sonra dinamikin yan tərəfləri özünüzün də gördüyünüz kimi bu formadadır. Digər tərəfi də bu formadadır. Üstündə də bir qaldırmaq üçün tutacaq kimi bir şey var. Bunu rahat açıb istifadə edə bilirsiniz. Yəni indi bunu göstərmirəm. Özünüz internetdə falan araşdırsaz görəcəksiniz. Açılıb bağlanır, rahat bir şəkildə daşımaq mümkündür. Və arxa tərəfini də göstərməyimə ehtiyac yoxdur. Onsuz arxa tərəfində heç bir şey yoxdur. Adi, yəni qutunun özünün bu formada forması var. Yəni çıxıntılı, girintili formalar var. Yəni o formadadır. Bəli, az öncə də qeyd etdiyim kimi ön paneldə nələr və hansı funksiyalar var? Gəlin sürətli şəkildə bunları göstərim. Gördüyünüz kimi ön panel bu formada mavi və ağ rənglərdə bizi qarşılayır. Burada elə ilk baxdığımızda gördüyünüz kimi burada hansı funksiyalar dəstəkləyir, markanın adı falan ətraflı qeyd olunub burada. Gəlin elə sürətli şəkildə başlayaq. Gördüyünüz kimi burada 3.5 mm-lik AUX girişi var. Yəni standart bir AUX girişidir. Bunu telefona falan taxmaq üçün istifadə edə bilərik və burada özünüzün də gördüyünüz kimi TF və USB yazılıb. TF kiçik SD kartlardır. USB isə özünüz bilirsiniz flash kartlardır. Bunun kimi kartları taxıb istifadə edə bilərsiniz burada və onun da sağ tərəfində özünüzün də gördüyünüz kimi kiçik bir məlumat ekranı var. Bu ekranda kolonka hansı moddadırsa o haqqda məlumatlar yazılır. Misal üçün Bluetooth modundadırsa Bluetooth yazılır. Daha sonra FM radiodadırsa FM radio olaraq qeyd olunur. Elə onun da altında xırda düymə seti var. Bu setin də üzərində düymələrin üzərində hansı funksiyanı dəstəkləyirsə onlar yazılır. Misal üçün baxın mod yazılıb. Mod düyməsidir. Misal üçün FM radioya atmaq istəyirsə bir dəfə basırsınız. Daha sonra Bluetooth moda atmaq istəyirsinizsə bir dəfə klikləyirsiniz. Onsuz dinamikdən də hansı moda keçirsə o barədə məlumat səsi çıxır və az öncə qeyd etdiyim ekranda da görünür. Onun da yanında kiçik bir rec yazılıb. Bu rec isə siz karaoke falan edirsinizsə buraya da SD kart və ya flash kart taxmısınızsa etdiyiniz karaokeni buraya falan qeyd edə bilir. Yəni mikrofondan çıxan səsi ümumiyyətlə qeyd edə bilir bura. Daha sonra onun yanında kiçik bir mid speaker var. Bu düymə nə işə yaradığını bilmirəm, amma mikrofonla əlaqəli bir düymədir. Özünüz ətraflı araşdırsaz və yaxud da anlayışınız varsa onu kommentlər bölümünə mənim üçün yaza bilərsiniz. Onun da kənarındakı 3 dənə düymə isə işarələrdən onsuz bildiyiniz kimi bunlar mahnını və yaxud da videonu falan sağa sola çevirmək və dayandırmaq üçündür. Onsuz rahatca bilinir onlar. Bu hissəsi isə batariyaya və şarja aid məlumat bölməsidir. Üstdə görürsünüz ki, kiçik bir xırda LED işığımız var. Bilmirəm görünür, görünmür. Bu xırda LED işıq məlumat xarakterlidir. Yəni enerjiya taxdığınızda batariya boşdursa və dolursa, o zaman qırmızı işıq yanacaq. Tam dolubsa əgər yaşıl işığa çevriləcəkdir. Az öncə göstərdiyim 9 volt 1.5 amperlik adapteri isə bu yuvaya taxırıq və buradan enerji yığır. Sürətli şəkildə enerji yığır. Bilmirəm adapteri keyfiyyətlidir nədirsə 1 saata 1 saat yarıma 0-dan 100-ə qədər rahat bir şəkildə enerji yığa bilir. Əlavə olaraq da burada da böyük az öncə göstərdiyim tərzdə mikrofonların daxil olması üçün mikrofon portu var. Bu da yəni keyfiyyəti çox yaxşıdır. Az öncə qeyd etdiyim Bluetooth-la işləyən mikrofonda keyfiyyəti yaxşıdır. Bunun da keyfiyyəti yaxşıdır. İndi bunu yoxlamıram burada. İstəsəz bunun üçün daha geniş, böyük bir icmal çəkə bilərəm mən sizlər üçün. Gəlin keçək əsas panelimizə. Burada hər cürə funksiyalar var. Ona görə buranı daha geniş göstərəcəm. Burada özünüzün də gördüyünüz kimi xod alıb artırmaq üçün müəyyən funksiyalar var. İlkin funksiyamız burada mic vol yazılıb. Mic vol o deməkdir ki, mikrofonun volu, yəni mikrofonun səsi formada azaltdığınızda mikrofonun səsi azalır, artırdığınızda mikrofonun səsini artırır. Onun da altında özünüzün də gördüyünüz kimi echo yazılıb. Bu da mikrofonun echosu deməkdir. Bunu biz
ortalarda saxlamağımız yaxşıdır. Yox, tam exol olmasını istəyirsinizsə 0-a və yaxud da 100-ə çəkə bilərsiniz. Yəni bunu özünüz təyin edib idarə edə bilərsiniz. Və burada gördüyünüz kimi bas qeyd olunub. Basdan onsuz bilirsiniz ki, bu dinamikdən çıxan mahnının baslı çıxmasını istəyirsə bunu 100-ə çəkirsiniz və yaxud da ortalara çəkə bilərsiniz. Yenə bunu özünüz istədiyiniz kimi idarə edə bilərsiniz. Yenə burada onun da altında treble var. Bu da treble səsləri, yəni tiz səsləri bildirir. Altında olan bu dinamikdən çıxır, yəni az öncə qeyd etdiyim Twitterdan çıxır bu səslər. Yəni basla bizlər üçün ayrıca funksiyalar yerləşdiriblər. Mənim fikrimcə çox yaxşı funksiyadır və bası da treble-da ikisini də artırdığımızda səs keyfiyyəti daha da artır. Onsuz səs keyfiyyəti dəhşət dərəcədə keyfiyyətlidir. Bu funksiyaların da burada olması keyfiyyətini daha da artırır. Və burada böyük bir səs alıb artırma düyməmiz var. Yəni bu düymə ilə də rahat bir şəkildə səsi artırıb azalda bilirik. Çox gözəl də funksiyadır. Misal üçün qəfil səsini almaq lazımdırsa, elə buradan bunu bu formada fırladaraq rahat bir şəkildə ala bilərsiniz. Mənim fikrimcə bunun burada olması çox yaxşıdır. Yəni və bir müsbət xüsusiyyət deməkdir. Ondan əlavə olaraq sağ tərəfdə isə power və LED düymələri var. Power düyməsinə klik etdiyimizdə gəlin elə səsini alın və bunu mən sizin üçün qoşum. Burada baxın gördüyünüz kimi power düyməsini aktiv etdiyimizdə burada high yazılır. Bluetooth mode. Az öncə qeyd etdiyim ekranda burada məlumatlar yazılır. Baxın gördüyünüz kimi Bluetooth moddadır. Ona görə də bu formada xəbərdarlıq verdi və ekranda da qeyd olunub o haqqda məlumat və buradan LED yazılan düyməyə də klik etdiyimizdə, yəni adından bilindiyi kimi LED-lər aktiv olunur. Burada gördüyünüz kimi LED-ni aktiv etdim və rahat bir şəkildə LED-ləri yandı. İndi bu tam formada yanmalıdır. Bu LED-lər keyfiyyətsiz olduğuna görə, mənim fikrimcə ona görə dayanıb, ya da ki şeh falan çəkdiyinə görə bunlar işləmir hal-hazırda. Amma ümumiyyətlə LED lazım deyil. Əsas bizə səs keyfiyyəti lazımdır. Bunlar işləyirsə bizə bəs edir. İndi bunu mən söndürürəm. Gəlin keçək digər funksiyalara. Bəli, digər planlara keçməzdən əvvəl aşağıdan kanalımıza abunə olub videomuza da like atsaz, bunun kimi videolarımızın davamı gələcək inşallah. Kanalımızda da bunun kimi icmalların videosu var. Yəni hər cürə məhsulları çalışdığımız qədər icmal formasında çəkirik. Əlavə olaraq da telefonlara, kompüterlərə aid məlumat almaq istəyirsinizsə, suallarınız olarsa, az öncə qeyd etdiyim kimi kanalımızda videolarımız var. Daxil olub baxa bilərsiniz. Bəli, dinamikin kənardan görünüşü haqqında göstərəcəyim məlumatlar bunlar idi. Az öncə qeyd etdiyim kimi müəyyən məsələlər haqqında geniş məlumat almaq istəyirsə, bunun üçün daha geniş bir icmal çəkə bilərəm və yaxud da aşağıda kommentlər bölümünə uzun bir link yerləşdirmişəm. O linkin üstünə klik edərək hər şey haqqında geniş məlumat ala bilərsiniz. Əlavə olaraq burada mən sizə deyə bilərəm ki, bu dinamikin ən keyfiyyətli xüsusiyyətlərindən biri odur ki, az öncə qeyd etdim ki, mikrofon keyfiyyəti çox yaxşıdır. Yəni biri var Bluetooth ilə mikrofona qoşulub istifadə edəsiniz, biri də var kabeli ilə istifadə edəsiniz. Bluetooth ilə qoşulduğunuzda məsafəsi falan yaxşıdır, səs keyfiyyəti yaxşıdır. Bu keyfiyyət hər daim bizim işimizə yarayır. Buna görə də mikrofon keyfiyyəti çox yaxşıdır. Əlavə olaraq da az öncə mən sizə videoda göstərdim ki, bunu daşımaq kimi olsun və yaxud da üstündə olan qulp dediyimiz daşıma qolu olsun. Bu da çox rahatlıq yaradır və bundan əlavə də çəkisi də çox yüngüldür. Yəni rahat bir şəkildə istədiyiniz yerə aparıb istifadə edə bilərsiniz. Ev şəraitində və yaxud da böyük bir bina şəraitində rahat bir şəkildə səs keyfiyyəti yaxşı olur. Hətta belə onun kimi bir otaqda istifadə edəcəksinizsə, bu zaman səsi orta səviyyələrə qoymalısınız. Çünki dəhşət dərəcədə güclüdür. Məsəl üçün bayırda bir açıqlıq yerdə konsert falan veriləcəksə və yaxud da şənlik falan olunacaqsa, bunun üçün çox yaxşıdır. Tam səsdə bayırda rahat bir şəkildə eşidilir və səs keyfiyyəti çox güclüdür. Qısaca batareya keyfiyyəti haqqında da məlumat verim. Batareya keyfiyyəti, yəni 1800 mAh-dir. Volt isə 7,4 voltdur. Yəni bu yüksək şəkildə enerji saxladığını bildirir. Yəni az öncə qeyd etdiyim kimi bayırda falan açıqlıq bir yerdə şənlik falan olunacaqsa, bu sizin işinizi rahatlaşdıracaq. Yəni 3,5 saat deyək və yaxud da 4-5 saat deyək, bu saatlarda rahat bir şəkildə tam səsdə enerjini saxlayır. Yəni birbaşa bitmir enerjisi. Ona görə də çox yaxşıdır. Az öncə də qeyd etdiyim kimi özünün adapteri ilə enerjiyə taxdığınızda çox sürətli bir şəkildə enerji yığır. Yəni bu sizin üçün çox yaxşı olacaqdır. Əgər belə bir funksiyaya malik kolonka axtarırsınızsa. Və son olaraq da bilirəm siz də bu dəqiqə həmin məhsulun Azərbaycanda alış qiymətini soruşursunuz. İnternetdə biraz araşdırmalar elədim. Tam qiymət tapa bilmədim. Əgər sizin bunun haqqında məlumatınız varsa, aşağıda kommentlər bölümündə qeyd edərsiniz. Alibabada falan baxdım. Burada topdan satış falan var. Özünüz bilirsiniz. Orada ortalama qiymət mənim fikrimcə 60-70 manat və yaxud da 100-150 manat bu aralıqlarda da. Yəni az öncə qeyd etdiyim kimi tam dəqiq demirəm. Bunu ortalama qiymətdir bu. Bunu da anlayışınız varsa və yaxud da bilirsinizsə bu məhsulun qiymətini aşağıda kommentlər bölümündə yazın. Digər bilməyənlər də bu məhsul haqqında məlumat alsın. Əlavə olaraq da kanalımızda bunun kimi faydalı, maraqlı, sizin işinizə yarayacaq videolar var. Daxil olub baxa bilərsiniz. Mənə dəstək olmaq istəyirsinizsə like atıb kanalımıza abunə olub bildiriş zəngini aktiv edə bilərsiniz. Gələcək videolarımızda görüşərik. Sağ olun, salamat qalın.